bütün şəhid ailələrindən mən bir valideyn kimi mənim hangi bir günahım var idisə, o günahımı Şəmkirə gedən şəhid mövzuduna getdiyim zaman mən nətər saxlayırlar, mən oradan nətər aparırlar, mənim daldan çəkib qoxtamı nətər cırıblar, mən içəri girəndə məni nə formada aparırlar, kolu gödək, buradan cırıblar, mən orada tutqanı geyindilər, mən orada buramı sinəmi gözlətmişəm ki, mənim 5 damarım, qıça manjo, belim platin olan bir valideynim. Bunlar heç nəyə baxmadan, oranın o komandiri heç nəyə baxmadan məni oradan sürdülər. Xahiş edirəm, bu məlumatlar verilməsə bu 2-3 günlə mən özümü yevlaq, kan almatı özümü öldürəcəm. Tamam, mən bu həyatda yaşamaq istəmirəm. Mən yaşamayacağım da ona görə ki, bu şəhid atalarından, bütün şəhid analarından hamısının qarşısında baş əyirəm ki, məndən narahat olmayın. Mən gedib, o sizin balalar, mənim balalarım, mənim balalarım, sizin balalar. Mən cənnətdə o balalarımın yanında oturub, mən bir əmi, dayı kimi, bir valideyn kimi o balaların yanında olacağım.